Gecə deməli mənim şkafım gəldi. Aşağısı da, yuxarısı da baxın belədir. Açarlandı. Gecə qızğın iş gedir. Hələlik bu kitabları edirəm. Yükün altında var. Oradan gətirəcəm elə kitabları sabahları. Sonra mamanın kravatının altında var. Ondan sonra da yer qalarsa əgər oxuduqca, çünki belə düşsəm arxaya düşəcək, oxuya bilməyəcəm. Oxuduqca yerdə qalan ən qədər kitabımı da oxuduqca yığacam. Hələlik görək buralar eləyik. Aşağı tam boşdur. Qızğın iş gedir. Albomlar var, kitablar var. Belə xeyirli olsun. Gətirdi elədi, sağ olsun ustamız. Və belə fikirləşdim ki, bundan sonra inşallah Allah pulu yetirsin, yığıb ustaya verəcəm. Çünki kredit mənə 200 manat hardasa baha başa gəlir. Yəni üstünə bunun 150 manat qoysaydım, kredit 12 aylıq 564 manat elə 2 dənə şkaf edə bilərdim. Yük üçün də şkaf etməliyəm ona görə.